Bu videomu sonacan izleyin. Size kamelyaların orijinal olup olmadığı hakkında məlumat vereceğim. Siz necə bilərsiniz ki, aldığınız kamelyalar həqiqətən də orijinal, yəni Hollandiyanın kamelyalarıdır. Mənə müştərilər kamelyalar hakkında çox soruşurlar, qarışdırırlar. Yəni kamelyaların Gollandiyası var, adi sortları, yəni sadə sortları. Onları necə bilmək olar? Deməli, biz 23 ildir bu işlə məşğuluq. Artıq bu işləri biz bilirik. Yəni Gollandiya ilə orijinal Gollandiya kamelyalardan adi kamelyalar seçilirlər. Deməli, bu bax Gollandiya kamelyalar ilk növbədə bilinməsi bir butaqda mütləq şəkildə çoxlu çiçəklər olur. Yəni bax bir dənə adi kamelyada baxın görün nə qədər çiçəklər olur. Ancaq sadə kamelyalarda, yəni adi kamelyalarda olmur. Onlarda bir burada, bir o bir butaqda bax belə seyrək. Yəni balaca vaxtı ola bilər. Eyni kamelyalar, bu kamelyaların kimi çiçəçə bilərlər. Çünki xırda kamelyalar yəni boyları balaca vaxtı çox da fərqlənmirlər. Ancaq böyüyəndən sonra fərqlənirlər. Böyüyəndən sonra onları bilmək olur. Ona görə belə vaxtında, xırda vaxtında Hollandiya kamelyalarından onları seçmək olmur. Ancaq gələcəkdə nə olacaq? Gələcəkdə belə bir şey baş verəcək. Bax buradan görürsüz çiçək düşüb. Çiçək düşəndən sonra Hollandiyada burada toxum vermir. Ancaq adi kamelyalarda bu hissədə belə bir qoza əmələ gəlir və içindən fındıq kimi qozalar çıxır. O həmən qoza verən kamelyalar deməli adi kamelyalar sayılır və bu da sizə gələcəkdə artıq gec olur. Siz kamelyanı alırsınız, gələcəkdə sizin üçün gec olur. Siz daha böyük ağacı neyəsiniz, kəsib tulamayasınız axı. Bax burası var. Ona görə kamelyaları, yəni kamelyaları alanda mütləq şəkildə tanıdığınız, bildiyiniz, etibar etdiyiniz adamlardan alın. Çünki yalan danışırlar çox vaxtı. Bu aralar mən belə çox fikir verirəm. İrandan gedib gətirirlər adi kamelyalar, yəni sadə kamelyalar. Onlar heç birisi Hollandiya deyil. Çünki İranda Hollandiya kamelyalar olmur. Onları gedib gətirirlər, burada kütləvi şəkildə satmaya çalışırlar, satırlar və alıcılar da bilmir. Belə yaşılı üçün alırsınızsa heç bir problem yoxdur. Ancaq çiçəyi üçün alırsınızsa onlar da tam fərqlidir. İndi siz sual verə bilərsiniz ki, bəs səndə necə ki orijinaldır, bəs bu Hollandiya kamelyaları sən hardan tapdın, hardan oldu sənə? Biz bunları şitil vaxtından, balaca vaxtından alırıq, yetişdiririk, böyüdürük və tamına zəmanət verirəm ki, həqiqətən də bunlar Hollandiya sort kamelyalardır. İndi mən sizə videonun axırında Hollandiya sort özümüzün həyətimizdə özümüz üçün yetişdirilən Hollandiya sort kamelyanın videosunu çəkib paylaşacağım. Bunda tam şəkildə başa düşərsiniz ki, kamelya, Hollandiya sort kamelya necə olur? Bu kamelyalar bizim həyətimizdə yetişən Hollandiya sort kamelyalardır. Baxın bu kamelyalar görürsünüz nə qədər çiçəkləri var, nə qədər düyümləri var. Bunlar çiçək açanda təsəvvür edin ki, bütöv ağac çiçək olacaq. Bütöv ağac çiçək olacaq. Bax belə göründüyü kimi, bax bolu-boluna çiçək. Ancaq bu adi kamelyalarda belə bir şey olmur, mümkün deyil. Olur ağaçların üstünə dəndün, ara seyrək, o da yəni bir yaşıllıq kimi yarayır, başqa şeye yaramır. Bax kamelya budur. Bax Hollandiya sort budur. Bax buna deyirlər Hollandiya. Görürsüz çiçəklərini. Bax bu Hollandiyadır. Bax bunlardan əkin. Bunların qiymətləri də baha olur. Sadə kamelyaların ağaçları tanınır. Onu alan adamlar, onun alveri ilə məşğul adamlar onları ayrıca tanıyırlar. Çünki onların həm görünüşündə fərqi olur, yaşıllığında fərqi olur, həm boyunda fərqi olur. O kamelyalar tez böyürlər, tez yekərlər. Onların 5 metralıq, 3 metralıq ağaçları su qiymətində 200-300 manat qiymətində olur. Bunların ama 2 metralıqları ən azı 1000 manat qiymətində olur. Ən azı bu ağaçların ən azı bir-birinin 1000 manat qiyməti var. Ona görə kamelyaları alanda gələcəyi də düşünmək lazımdır. Yəni mən bunu paylaşıram, siz də öyrənin deyə, bilin deyə. Bu kadar dostlar. Videolarımızı eğer beğenseniz like koymayı unutmayın. Paylaşın, qoy hamı bilsin, hamının hər şeydən xəbəri olsun. Çox sağ olun, görüşərik.